İzləyicilərim, bu günləri aprelin 29-u Moskvada gözəl qar yağır və mən bu günləri sizə Kolumbiya mətbəxtindən reseptlər verəcəm. Kolumbiya mətbəxti gördüyünüz kimi burada da göstərirəm. Video çəkilişlərimizi artıq dəyişmişik, çünki bəyənilmə az oldu. Mən reseptləri tam açıq aydın verdim. Ona görə də açıq aydın verməyəcəm. Bugünkü yeməyimizin adı bandeja paisa. Bax, bandeja paisa. Rus dilində də yazılıb bandeja paisa.